Xiyarda məhsuldarlığınızın daha yaxşı olmağını istəyirsinizsə, bu videonu mütləq izləməlisiniz və bunu dediyimi etməməlisiniz. Baxın, xiyar yerli sortlardan söhbət edirəm, hibrid sortlar demirəm. Yeni çıxıb və kol uzunlayıb bu hündürlüyə gəlib, hardasa deyim bir 50 sm, 65 sm və budama etmirsiniz. Niyə? Yerli sortlarda budama edən zaman bar səviyyəsi aşağı düşür və erkək çiçəklərdə qırmırsınız. Baxın, buradan gəlib yeni budaqlar, pöhrələr əmələ gəlməyə başlayır. Heç vaxt onu qırmayın. Baxın, əsas məhsuldarlıq orada olur. Görürsünüzmü? Baxın, gəlib burada yeni pöhrələr əmələ gəlməyə başlayıb. Bar. Əsas barı yeni pöhrələr verir. Bunu yaddan çıxartmayın. İstədim ki, bu cür maarifləndirici videolar paylaşım ki, bunu bilməyənlər bu üsulu etməsin də, yəni bunu pöhrələrini qırmasın. Bəzən xiyar bitkisini budayırlar, ona baxıb budamaq istəyirlər. O növdə fərqlidir. Baxın, bu yeni budaq əmələ gətirib. 2-5 yarpaqdan sonra yeni xiyarlar əmələ gəlməyə başlayacaq. Onu heç vaxt budamaq olmaz və bunlar erkək çiçəklərdir. Üzərində meyvə olanlar isə dişi çiçəklərdir. Sağ olun, var olun. Allah köməyiniz olsun. Ümid edirəm ki, faydası olar.